Salam uşaqlar, bugünkü video dərsdə rasional kəsrlərin 3-cü bölməsindən bəzi sualların izahını verəcəm. İlk sualımız neçənci sualdır? 36. 36 nömrəli sual. Oxu. AB müsbət ədədləri üçün B bölünsün A bərabərdir. B bölünsün A bərabərdir. 3 plus 4A bölünsün B 3 üstə gəl. 4 A A bölünsün B. Olarsa Bəli. B bölünsün A nisbətinin qiymətini tapın. B bölünsün A nisbətinin qiymətini tapın və şərtdə qeyd olunub ki, A da 0-dan böyükdür. Düzdür? B də 0-dan böyükdür. Düzdürmü? Hə? Düz deyil şərti, belə deyil ki şərti. Hə. Yaxşı uşaqlar, B bölünsün A-ya bir x desək, o zaman A bölünsün B nə olacaqdır? 1 bölünsün x. Düzdürmü? Yazılır. X bərabərdir. 3 üstə gəlirsin, olacaqdır nə? 4 bölünsün x. Aydın məsələdir ki, x nədir? 0-dan fərqlidir. Tərəf-tərəfdən x-ə vursaq, alacaq ki, x kvadratı bərabərdir 3x üstə gəlirsindən 4. Düzdür? Hamısını bir tərəfə keçirsək, nə olur? X kvadratı çıxılsın 3x, çıxılsın 4, bərabərdir 0. Bunda qruqlara ayırsaq, hasili -4 cəmidəki 3 olan ədədlər. Hansı ədədlərdir? x1 bərabərdir -1, x2 də nəyə bərabərdir? 4. Düzdür? Hasili -4 cəmidəki neçədir? 3'dür. X nəyə demişdik? B bölünsün A-ya. O zaman bir dəfə alacaq ki, B bölünsün A bərabərdir -1-ə. Bir də alacaq ki, B bölünsün A nəyə bərabərdir? 4-ə. Bizdə şərtdə qeyd olunub ki, A da 0-dan böyük, B də 0-dan böyük. O zaman aydın məsələdir ki, B bölünsün A da nə olacaqdır? 0-dan böyük olacaqdır. Cavab olacaqdır 4. Evet, işte alsın. 38. 38. X çıxılsın 1 bölünsün Y bərabər. X çıxılsın 1 bölünsün Y bərabərdir 4. 4. Sonra Aşağıdan Y çıxılsın Hə. 1 bölünsün X bərabərdir 16. Olarsa 16 olarsa Y çıxılsın X bölünsün Y. Y çıxılsın X bölünsündən Y. Bunu soruşur. Bəli. Yaxşı, uşaqlar, birinci ifadəni orta makraca gətirsək nə olur? Y-də XY çıxılsın nə olur? 1 bərabərdir 4. Düzdürmü? Buradan çarpaz vursaq, XY çıxılsın 1 nəyə bərabərdir? 4Y alırıq. Düzdür? İkinci ifadədən orta makraca gətirsək nə alırıq? X-də XY çıxılsın 1 bərabərliyindən tapırıq 16. Buradan da alırıq ki, XY çıxılsın 1 nəyə bərabərdir? 16x-ə. Düzdürmü? Sol tərəflər bərabərdirsə, o zaman sağ tərəfləri də bərabərləşdirə bilərik. Alırıq ki, 4y nəyə bərabərdir? 16x-ə. Tərəf-tərəfdən 4-ə bölsək, y nəyə bərabərdir? 4x alırıq. Bizdən də nəyi soruşurdu? Y çıx x bölünsün y. O zaman burada y-in yerində biz 4x yazsaq, olacaq 4x çıxılsın x, yəni ki 3x bölünsün 4x. X-lər də x-lər getdi, cavab olacaqdır 4-də 3. Yazın. 40 nömrəsi oxu. A plus B çıxılsın C bərabərdir 0. A plus B çıx C bərabərdir 0. ABC fərqlidir 0-dan olarsa A fərqlidir, hasili. ABC A vurulsun B, vurulsun C fərqlidir nədən? 0-dan. deməli, kəsr xətti çəkirik. Sürətdə A-nın kubu üstə gəlsin B-nin kubu. A kubu üstə gəl B kubu. Çıxılsın C kubu. Çıx C kubu. Məxrəcdə 3 vurulsun A vurulsun B vurulsun C. 3 A, B, C. Bunu soruşur. Düzdür. Hə? Yaxşı. Buradan mənfi C-ni sağ tərəfə keçirsək nə alırıq? A üstə gəl B bərabərdir nə? C alırıq. Düzdürmü? Tərəf-tərəfdən kuba yüksəlsək, o zaman alacaq A plus B-nin kubu bərabərdir nəyə? C kubuna. A plus B-nin kubu nəyə bərabər? A kubu üstə gəlirsin. 3AB köməkçi düsturunu yazılır. Burası A plus B üstə gəlirsin nədir? B kubu. Bərabərdir nəyə? C kubuna. Düzdür? A plus B-ni, bax, burada nə tapmışıq? A plus B-ni. Nə tapmışıq? C. Gəlib A plus B-ni yerdə burada C yazsaq, o zaman nə olacaq? A kubu üstə gəlirsin. 3AB vurulsun C, yəni 3ABC. Üstə gəlir B kubu nəyə bərabərdir? C kubuna. Düzdür ya yox? Baxın, burada nə var? A kubu üstə gəlir B kubu, çıx C kubu. İndi mən buradan 3ABC-ni sağ tərəfə keçirsəm, C kubunu sol tərəfə keçirsək, o zaman nə alırıq? A kubu üstə gəlirsin B kubu
C kubunu sola keçirsək nə olacaq? Çıxılsın. Mənfi C kubu, yəni 2C kubu. 3AB'sini sağ tərəfə keçirsək nə olacaq? Mənfi 3ABC. Düzdür? Gətirib bu ifadədə, bax, yazsa bunun yerinə, o zaman bizim ifadənin qiyməti nə olacaqdır? Mənfi 3ABC bölüsü nədir? 3ABC. Bunlar da sarı gedəcəkdir. Nə olacaqdır? Mənfi 1 olacaqdır. Növbəti sual. Növbəti sual 42. 42. Bəli. Hə, burada yerləşməyəcək. Bunu yazmışam. 41. 41 yoxdur, sonra 42. A-nın kvadratı üstəyənsin 6A bərabərdir 6 A olarsa. kvadratı üstə gəlmə 6A bərabərdir 6. 6 olarsa A üstü 4 üstəyənsin 324 sürətdə. A üstü 4 üstə gəl 324. Məxrəcdə 2A-nın kvadratı çıxılsın 12A 2A üstəyənsin kvadratı çıx 12A sonra üstəyənsin 36. üstə gəl 36. İfadəsinin qiyməti. Düzdür? Bəli. Sonra bu A üstü 4-ü necə yazar bilərik? A kvadratının kvadratı. Düzdür? Hə? 324 nəyin kvadratıdır? 324 nəyin kvadratıdır? 18. Yazar bilərik. 2A kvadratı çıx 12A üstə gələsi nədir? 36. Yaxşı. X kvadratı üstə gələ Y kvadrat nəyə bərabərdir? X kvadratı üstə gələsi Y kvadrat nəyə bərabərdir? X plus Y kvadratı çıxılsın nədir? 2x-dir. Bu düsturu tətbiq eləsək bura, o zaman nə olacaqdır burada? X-in yerində nə durur? A kvadratı. Olacaq A kvadratı. Üstə gələ Y-in yerində 18. A kvadratı üstə gələ 18-in kvadratı çıx 2 misli. 2 vurulsun A kvadratı vurulsun 18. Abalı orada ne diyor musun? Keç de. Bölünsün 2A kvadratı çıx 12A üstə gəlisi nədir? 36. Bu da bərabərdir. Bu da bərabərdir. Nədir bu? A kvadratı hə? Üstə gəlir 18-in kvadratı çıx. O 2A kvadratı 18 bura nədir? 36A kvadratı. 36A kvadratda nəyin kvadratıdır? 6A-nın kvadratıdır. Elə deyil mi? Hə? Bölünsün, deməli burada 2A kvadratı çıx 12A üstə gəlinsin 36. Bu da bərabərdir. İndi yuxarıya kəsim sürətinə kvadratlar fərqini tətbiq eləsək, nə edəcək? A kvadratı plus 18-dən bir dəfə 6A-nı çıxacaq, bir dəfə də üstünə gələcək. O zaman nə olacaq mən burada? A kvadratı üstə gəl 18 çıx 6A vurulsun A kvadratı üstə gəl 18 üstə gələcək 6A. Məxrəcdə də 2-ni götürsə xaricinə çıxarsa nə olacaq? 2-ni götürsə xaricinə çıxardıram. A kvadratı çıx 6A üstə gələcək nə olacaqdır? 18. Düzdür mü? Hə? Bax bununla bu eyni ifadədir. Toplanmaların yerləşir, cəmləşmir. Bunlar ixtisara getdi. Qaldı nə? Nə qaldı burada? Hə? Sürətdə qaldı nə? A kvadratı plus 6A. A kvadratı plus 6A-nı bizə neçə verir? Hə? 6. O zaman onun yerində yazacaq 6. 6 üstə gələcək 18 bölünsün 2. Bu da olacaq 20 bölünsün 2 12. Yazın. Yazın. Hə, burada gedir də. Burada aşağıda kəsiri nəyi soruşur? Ən kiçik müsbət qiyməti. Bax, yuxarıdakı bir kvadratik funksiyadır, aşağıdakı da bir kvadratik funksiyadır. Əvvəl biraz bu kvadratik funksiyalar haqqında biraz məlumat verim. Əslində biz bunu funksiyaları keçəndən sonra kvadratik funksiyalarda geniş şəkildə izah edirik. Səhvli olsa biraz deyəcəm. Y bərabərdir AX kvadratı üstə gəl BX üstə gəlsin C şəklində olan funksiyalara kvadratik funksiyalar deyilir. Bu kvadratik funksiyaların qrafiki parabola şəklində olur. Yəni parabola olur daha doğrusu bu şəkildir. Bu parabolanın qolları ya yuxarı ola bilər, ya aşağı ola bilər. Məsələn deyirəm ki, bax belə bir versiyasını çəkirəm bax belə. Bir dənə də başqa bir versiya çəkirəm ki, bax məsəl üçün bax belə olsun. Məsəl üçün bir dənə də versiya çəkirəm bax belə. Yəni qollar ya yuxarı, ya aşağı ola bilər. Burada dəyişənimiz x-dir. Buradakı dəyişənlərin x-in yerinə elə bil A hərfini yazırlar. Burada da x-in yerinə elə bil B hərfini yazırlar. Aydın oldu. Bax bu parabolanın qolları yuxarı olduqda bu funksiyanın nəyi vardır? Ən kiçik qiyməti vardır. Ən kiçik qiyməti. Ən kiçik qiyməti vardır. Ən böyük qiyməti yoxdur çünki müsbət sonsuzluğa doğru gedir.
Qollar aşağı desə, mənfi sonsuzluğa doğru getdiyinə görə ən kiçik qiyməti yoxdur. Nəyi vardır? Ən böyük qiyməti vardır. Burada da olur nə? Ən böyük qiymət. Hər iki halda ən kiçik qiymət və yaxud da ən böyük qiymət n ilə işarə eləmişik. N bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a düsturu ilə tapacaq. Yəni bu kvadratik funksiyanın ən kiçik qiyməti vardır, ya da ki ən böyük qiyməti. A kvadratın x kvadratının yanındakı əmsaldır. Bax burada a kvadratın yanındakı əmsal neçədir? 1. B x-in yanındakı əmsal burada neçədir? 6. C-dəki sərbəstlər 16. Burada kvadratın yanındakı əmsal dəyişənin bax x kvadratın yanındakı əmsal neçədir? -1. X-in yanındakı əmsal, yəni B-nin yanındakı əmsal neçədir? 8-dir. Bəli, C-dəki neçədir burada? 5-dir. Yəni bunu bax belə yaza bilərik də. Bax məxrəci belə yaza bilərik. Bu formada göstərmək üçün. -b kvadratı toplananların yerləşdikdə cəmi dəyişir. Aydın oldu, bax belə. Sürətli olduğu kimi yazırıq. A kvadratı üstə gəlinsin 6a, üstə gəlinsin 16. Bax gördüyünüz kimi, burada kvadratın yanındakı əmsal mənfi olduğuna görə, bax a sıfırdan kiçik olduqda parabolun qolları aşağı olur. Mənfi olduğuna görə, bax bu funksiyanın qrafikində qollar aşağıdır. Bunun nəyi vardır? Ən böyük qiyməti vardır. Yəni məxrəci nəyi vardır? Ən böyük qiyməti vardır. Sürətdəki ifadədə isə A sıfırdan böyük olduğuna görə qollar nədir? Yuxarıdır. Aydın olur. Qollar yuxarı olduğuna görə nəyi vardır bunun? Ən kiçik qiyməti vardır. Aydın məsələdir ki, ən kiçik qiyməti biz ən böyük qiymətə bölsək, nəyi alacaq orada? Onun üçün ən kiçik qiymət alacaq. Düzdürmü? Bizdən də bu zaten bu ifadədə nəyi soruşur? Ən kiçik qiymət soruşur. Elə deyilmi? Buranı sizə verirəm bu qrafikləri. Biz bunu əsasən kvadratik funksiyalarda geniş şəkildə izah edəcəyik. Hələ ki, bu misalda demək istəmirəm hamısını. Bizə əsasən bax bu düstur lazım idi. Hansı düstur? Burada yazdım bax. N bərabərdir. Dedik ki, N nəyə bərabərdir? 4ac çıxılsın b kvadratı bölünsün 4a. Bir də ki, kvadratik funksiyanın yazılışı necə idi? ax kvadratı üstə gəlir bx, üstə gəlirsin c bərabərdir ilik şəklində. İndi istifadə eləsək orada, bu düsturlarda istifadə eləsək, nə olacaq burada? Yuxarı üçün ən kiçik qiymət tapıram. Ən kiçik qiymət bərabərdir 4ac çıxılsın b kvadratı. 4 vurulsun 1, c neçədir? 16, çıxılsın b kvadratı, 6-nın kvadratı, bölünsün də 4a, 4 vurulsun nədir? 1. Yenə də deyirəm, bax burada x-in yerində a hərfini yazırlar da, başa düşürüz. Burada da x-in yerinə hansı hərflə yazırlar? B hərfini. Bunu hesablasaq, nə olacaqdır burada? Uşaqlar, 64 çıxılsın neçədir? 36 bölünsün 4. Düzdür? Bu 4'ə də bölünür də hər ikisi. 4'ə 16 çıxılsın neçədir? 9. Bir də neçə elədir? 7. Sürətin belədir, ən kiçik qiymətini tapdıq. Məxrəcdəki funksiyanın da ən böyük qiymətini tapa bilirik biz. O zaman yenə də həmin düsturdan istifadə edəcək. 4 vurulsun. A neçədir burada? -1. 4 vurulsun -1. Vurulsun C. C neçədir? 5. Çıxılsın B kvadratı. Yəni 8-in kvadratı bölünsün 4A. 4 vurulsun neçə? -1. Burada da olacaqdır neçə? Yenə də 4'ə bölünür də, elə deyilmi? Sürət və məxrəc 4'ə bölünür. Burada nə qalır? -5 qalır, çıxılsın. Bu 64 eləmişdi. 4'ə böləndə neçə elədi? 16 elədi. 4'ə də böldük, neçə oldu? -1 qaldı burada. Bu da neçə elədi? -21 eləmədi. Bölünsün -1, müsbət 21 oldu. Deməli, bu ifadənin, bax bu yekun ifadənin ən kiçik qiyməti, yəni biz ən kiçik qiyməti ən böyük qiymətə bölsək, kəsiri nəyin tapacaq? Biz ən kiçik qiymətini tapacaq da. Misalın şərtində də nəyi soruşur? Ən kiçik qiyməti soruşur. Olacaq nə? Zaten onda ən kiçik qiyməti soruşur. 7 bölünsün 21. Bu da iqtisara aparsaq neçə edəcəkdir? 3'də 1. Yazın. Növbəti sual. 43'ü də oxuyun orada. Qalmırsan. 43'ü oxu gəlin. 43. 43 A üstəyənsin B bərabərdir -5. Bərabərdir -5. AB bərabərdir 3 olarsa, A vurulsun B bərabərdir 3 olarsa, A-nın kvadratı bölünsün modulda B. A kvadratı bölünsün modulda B. Üstəyənsin B-nin kvadratı bölünsün modulda A. B kvadratı bölünsün modulda. İfadəsinin qiymətini hesablayın. Yaxşı. Sonra biz bu A və B-nin işarəsini bilməliyik ki, modul atıb sadalaşdıra bilək. Düzdürmü? Bax, hasili müsbət verilib. 2 ədədin hasili müsbətdirsə, ya hər ikisi mənfidir, ya hər ikisi nədir? Müsbətdir. Öyle değil mi? Yəni, müsbətlə biz bilirik ki, müsbətin hasili nə olur? Müsbət olur, öyle değil mi? Bir də ki, mənfinin hasili bizə nə verir? Müsbət verir. Amma bunların cəmi mənfi olduğuna görə, deməli, hər ikisi nədir? Mənfidir. Bizdən, deməli, biz bu qərara gəldik ki,
A da sıfırdan kiçikdir, B də nədir? Sıfırdan kiçikdir. Düzdürmü? Artıq A və B-nin işarəsini bilirik. Deməli, biz modulu atıb sadələşdirə bilərik. Modulun xassəsinə görə, o zaman burada yazacaq ki, mənfi isə dedik nə edirik? Qarşısına bir dənə mənfi atırıq. Üstə gəlirsin, burada da B kvadratı bölünsün. Burada da nə olacaq? Bir dənə qarşısına nə edəcək? Mənfi atacaq. Mənfi 1 burada da var, burada da var. Hər ikisindən mənfinin qarşı mötərizə xaricinə çıxarsaq, nə olacaq burada? A kvadratı bölünsün B, üstə gəlinsin, B kvadratı bölünsün nədir? A olacaqdır. Bunu da ortaq məxrəcə gətirsək, nə olacaqdır? Fikir verin. Nə olacaq? Orta məxrəcə gətirirəm. Orta məxrəc nədir olacaq? AB. AB-ni bura bölsək, B götürür. A. A-nı da A kvadratımsa, bəli. A kubu üstə gəlinsin, burada da olacaq nə? B kubu. Bu da bərabərdir. Biraz da sadələşdirsək, məxrəcdə AB. A kubu üstə gəl B kubu necə? A üstə gəl B. A kvadratı çıxılsın. Bizə uşaqlar A plus B verilir, bir də ki nə verilir? AB verilir. Bu ikinci mötərizədən köməkçi düsturunu yazacağam. Yazacağım A plus B-nin kvadratı. Düzdürmü? Burada nə var idi? Çıx AB var. Burada üstə gəl 2 AB-dir. Çıx 3 AB yazsam nə olacaqdır? Doğru bərabərlik olacaq. Düzdür? Niyə belə elədim? Köməkçi düsturunu yazdım. Çünki misalı şərtində A plus B və AB verilir. Aydın oldu. Bu da bərabərdir. Mənfi. İndi bölünənləri yazalım. AB neçədir? 3. A plus B neçədir? Mənfi 5. Mənfi 5. Vurulsun. Mənfi 5-in kvadratı 25. Çıx 3 AB. AB-dəki 3 olduğuna görə 3 3-ə vuranda neçə deyir? 9. Düzdür? Bu da bərabərdir. Bu mənfilər ixtisar getdi. Qaldı nə? 3-də 5 vurulsun. 23-də 9 sonra neçədir? 16 eləmir. Bu da olacaq neçə? İxtisar getmir. 5 vurulsun 16, 80. Bölünsün 3. 80 bölünsün 3. Belə. Yazın. A plus 1 bölünsün A bərabərdir 3. A üstə gəl 1 bölünsün A bərabərdir 3. Olduğunu bilərək A-nın kvadratı üstə gəlsin 1 bölünsün A-nın kvadratı. A kvadratı üstə gəl 1 bölünsün A kvadratı. İfadəsinin qiymətini hesablayır. Bu birinci ifadəni tərəf-tərəfə kvadrata yüksəlsək nə olur? A üstə gəl 1 bölünsün A-nın kvadratı bərabər nədir? 3-ün kvadratı. Düzdürmü? Muxtasar məsəldə birincinin kvadratı, birincinin ikincinin hasilinin 2 misli. Düzdürmü? Üstə gəlsin ikincinin kvadratı bərabər nəyə? 9-a. Bu A-lar ixtisar getdi. O zaman A kvadratı üstə gəl 1 bölünsün A kvadratı bərabər 9 çıx 2, bu da olacaq 1. Evet, sol olur. 46. 46. Y bərabərdir -2,5. Y bərabərdir -2,5. Olarsa, mötərizə açılır 2y üstə gəlsin 1 sürətdə. 2y üstə gəlsin 1. Məxrəcdə y kvadrat üstə gəlsin 3y. Y kvadrat üstə gəl 3y. Üstə gəlsin sürətdə y üstə gəlsin 2. Y üstə gəl 2. Məxrəcdə 3y çıxılsın y-in kvadratı. 3y çıxılsın y-in kvadratı. Çıxılsın 1 bölünsün y. Mötərizənin bağlıyında bu. Bəli. Çıxılsın. Yox, mötərizənin içində yazılır. Çıxılsın nə yazalım? 1 çıxılsın, 1 bölünsün y. Sonra? Mötərizə bağlanır, vurulsun 3 çıxılsın y mötərizədən. 3 çıxılsın y. Öyle? Bəli, bunu istəyir. Bərabər. Birinci biz bunu uşaqlar sadələşdirməliyik, sonra da y-in qiymətini yerinə yazmalıyıq. Düzdürmü? Biraz sadələşdirək bunu. 2y üstə gəl 1 bölünsün y kvadratı üstə gəl 3y. Burada -1-i çıxardaq mötərizə xaricinə. Olacaq mı? -1-i çıxardıraq mötərizə xaricinə. Nə olacaq? Y kvadratı çıxılsın 3y olacaqmı? Hayır. Burada da y üstə gəl 2 olduğu kimi yazırıq. Çıxılsın 1 bölünsün y, vurulsun 3 çıxılsın y. Düzdür? Bu da bərabərdir. Nə olacaqdır burada? Bax, 2y üstə gəl 1 bölünsün. Buradan da y-i çıxardıran mötərizə xaricinə. Nə qalır burada? Y üstə gəlsin 3 qalır. O mənfini də bura gətirsək, gətirdik bura. Yenə də buradan da y çıxarsaq, y çıxılsın nə olacaq? 3 olacaq. Sürətdə də y üstə gəl 2. Çıx 1 bölünsün y, vurulsun 3 çıxılsın y, qalsın sonra nəzərə alalım. İndi uşaqlar, bunlar üçün orta məxrəc nədir? Bax, bu 3 dənə kəsir üçün orta məxrəc nə olacaqdır? Orta məxrəc nə olacaq? Y vurulsun y plus 3, vurulsun nə? Y çıxılsın 3. Düzdürmü? İndi bu məxrəci, birinci kəsin məxrəci, orta məxrəci, birinci kəsin məxrəcinə bölsək, y gedəcək, y plus 3 gedəcək, nə qalacaqdır? Y çıxılsın 3 qalacaq. Onu da hara vuracaq? Sürətə. Sürətə vursaq, olacaq 2y plus 1, vurulsun nə?
Y çıxılsın. Neçə? 3. Düzdürmü? Çıx. Bu orta məxrəci indi ikinci kəsrin məxrəcinə bölsək, Y gedəcək, Y çıxıb 3 gedəcək, nə qalacaqdır? Hə? Y üstə gələcək. Y plus 3 hara vuracaq? Y plus 2-yə vuracaq. Y plus 2-ni vuracaq nəyə? Hə? Y üstə gələcək 3. Düzdürmü? Sonra bu məxrəci üçüncü kəsrin məxrəcinə bölsək, Y gedəcək, nə qalacaq? Y plus 3 burası nə? Y çıxılsın 3. Sürəti də vursaq, elə olduğu kimi olacaq. Onu da qısa olaraq belə yazıram. Y kvadratı çıxılsın 9. Bunların hansına verir? Y kvadratı çıxsın 9. Vurulsun. Buradan da 3 çıxılsın Y. İndi ixtisar aparır. İxtisar gedir bak. Bununla bu ixtisar gedir, amma bunlar əks ifadələr olduğuna görə onların ixtisarı bizə nə verəcəklər? -1 verəcək. Mənfini də gətirib elə burada yazıram kəsin qarşısında. Nə qaldı da? Y vurulsun nə? Y vurulsun. Y üstə gəlsin 3. Sürəti sadələşdirək. Birbaşa asıram mı? Biraz uzun oldu bu burada. Çatdıra biləcək. Xanım uzaqlaşa siləcək. Buranı yazması deyil. Buyurun. Yaxşı. Qrup açılımda nə olacaq? 2y kvadratı. 2y kvadratı. Çıx 6y üstə gəl y. Nə olacaqdır? Çıx neçə olacaqdır? 5y. Biri də -3-ə vuranda nə olacaq? -3. Bu getdi. Bax burada şu an çıx var. Hamısının işarəsi əksinə dəyişəcəkdir. Y vuranda y kvadratı, amma çıx y kvadratı yazıram. Burada vuranda 3y üstə gəl 2y. Müsbət 5y gelir. Amma buradakı mənfiyə görə nə olacaq? -5y. Düzdürmü? Sonra ikinci də 3-ə vuranda müsbət 6, amma buradakı mənfiyə görə çıx 6 bəli. Sonra burada da bir dənə mənfi var. Nəzərə alsa olacaq. Çıx y kvadratı üstə gəlməsi nə olacaqdır? 9. Düzdür? Qalan hər şey yazılır. Buranı silirəm. Bu birinci misal yazmışsınız 44'tür. Bəli. Buranı silək. Nə qaldı? Yazaq. Nə qaldı? Bərabərdir. Bu misalın şərtini də silək də var. Düzdür? Güzel. Biraz silir yaratsın burada. Bərabərdir nə qaldı burada? Nə istəyirsən? Nəsə istəyirsən? Mənim o 5 il niyə oldu orada? Harada? Deyir o. Burada. Onu deyirsən. Ha? Y kvadrat. Üstə gəl 3y, üstə gəl 2y. Müsbət 5y eləmir. Topladınız birbaşa. Topladım ha. Burada da mənfiyə. Ha. Baxın indi sadələşdirirəm. 2y kvadratdan y kvadrat çıxanda nə olacaqdır? Y-in kvadratı. Düzdür? Y kvadratlar getdi başqa. Y kvadratı qalmadı. Orada. Bununla çıxanda y kvadratı, bunu da çıxdıq getdi. Sonra nə qaldı? -5y, -5y. Nə qədər edir? -10y. Başqa nəsə qalmadı ki? Hə? Yox. -3, -6. Neçə edir? -9, müsbət 9, onlar da keçir. Hamısı getdi. Hamısı getdi. Məxrəclər nə qaldı? Y vurulsun, Y üstə gələcək 3. Sonra bu Y-lər də, bu mənfilər də ixtisar getdi, Y-lər də ixtisar getdi. Nə qaldı burada? Uşaqlar. 10 bölünsü nə qaldı? Y üstə gələcək 3. Y-in qiyməti nə qədər vermişdi? -2,5. Gətirib Y yerine -2,5 yazsaq, 10 bölünsün, -2,5 üstə gələcək 3. Bu da olacaqdır. 10 bölünsün neçə? 0,5. 1,5 yox, 0,5. Yəni 2'də 1, bu da neçə olacaqdır? 2 cümlə. Düzdür? Yazın. Neçənci sual? 48. 48. Oxu görüm. 2 üstü 3 çıxılsın. 2 üstü 3 2 üstündə 3. çıxılsın. 7 2 vurulsun. üstü olmaz. 2 üstü 3. Yoxsa 2 üstü. Ha, 2 üstü. Ha, 2 üstü 3. Çıxılsın. Ha, 7 vurulsun. Q üstü 2. 7 vurulsun. Q kvadratı da. Üstə gəlsin 5 bərabərdir 0. Şey yazın 5 bərabər 0. Sonra Olarsa 3Q bir dəqiqə 7 Q kvadrat. Ha, 3 Q. üstə gəlinsin. 15 bölünsün. Q üstü 2. Q kvadratı. İfadəsinin qiymətini Bunu soruşur. Düzdür. Sonra bax buradan biz nəyi 5'i sağ tarafa keçirə bilərik də. Elə deyil mi? -5. Ha. Belki biraz bunu sadalaşdıraq. Burada bax nə çıxır birinci metrajı xarcına 3. 3 çıxır nə qalır burada? Q üstə gəlirsə nə qalır? 15 və 5 bölünsün nə qalır? 5 bölünsün nə qalır? Q kvadrat. Deməli bizdən bunu soruşur da. Düzdürmü? Bax burada da Q kubu, hə? Çıxılsın, üstə gəlinsin 5 bərabər nədir? 7 Q kvadratını yaza bilərik də. -7 Q kvadratını sağa keçirdik, düzdür?
Q məxrəci iştirak elədiyinə görə biz bilirik ki, artıq Q nədir? Sıfırdan fərqlidir. Tərəf-tərəfdən Q kvadratına bölsək, bax, tərəf-tərəfdən Q kvadratına bölsək nə olur? Q kvadratı bölünsün, Q kubu bölünsün Q kvadratı. Üstəgəl 5 bölünsün Q kvadratı bərabərdir 7 Q kvadratı bölünsün Q kvadratı. Düzdür mü? Buradan da nə alır uşaqlar? Q. Hə, bu ixtisar getdiyi nə qalır da? Q üstə gəlinsin. Buradakı ixtisar bərabərdir. Belə yazmaq da olur. Bunu belə yazmaq da. Nə qalır da? Q üstə gəlinsin. 5 bölünsün Q kvadratı bərabərdir. Q kvadratı ixtisar getdiyi nə qalır? 7. Götürüb burada yerinə yazsaq, o zaman bunun cavabı necə olacaqdır? 7 bölünsün. 3 bərabər. 50. sual bu. 50 x kvadrat üstə 7x. X kvadratı üstə gəl 7. Çıxılsın 4 bərabərdir 0. Çıxılsın 4 bərabərdir 0. Olarsa x kvadratı üstə 16 X kvadratı bölünsün. 16 bölünsün X kvadratı. Bunu istəyir. Bunu soruşur. Düzdürmü? Bəli. X bu da elə bunun enisidir. X kvadratı çıxılsın 4 ha, bərabərdir nədir? Mənfi 7x. Yaza bilərik də. Belə. 7x'i nə edirik? Sağa keçirik. Sonra uşaqlar bax, x sıfırdan fərqlidir. Tərəf-tərəfdən x sıfırdan fərqlidir. Tərəf-tərəfdən x-ə bölsək, nə olacaq burada? X çıxılsın 4 bölünsün x. Düzdürmü? Nəyə bərabərdir? Mənfi 7 alır. Düz deyirik. Nədir? Tərəf-tərəfdən nəyə böldük? Hə? X-ə böldük. İndi bunun tərəf-tərəfdən kvadratı yüksəlsək, x çıxılsın 4 bölünsün x. Bunun kvadratı bərabər nəyə? Mənfi 7'nin kvadratı. Düzdürmü? Muxtasar məqsudda birincinin kvadratı çıx. Sonra necə? Birinci ilə ikincinin hasilini 2'miz. 2 vur x vurulsun 4 bölünsün x. Üstə gəlisi nə idi? İkincinin kvadratı. Nə olacaq burada? 16 bölünsün x kvadratı bərabərdir nəyə? 49. Düzdür? Bu x'lər ixtisar getdi mi? Getdi. Nə qaldı burada? X kvadratı. Burada mənfi 8 edir. Onu da sağ tərəfə keçirdəcəm. X kvadratı üstə gəlirsin. 16 bölünsün x kvadratı nəyə bərabərdir? Bu 2 mənfi 2 götürülür mənfi 8. O tərəfə keçirəndə üstə 8. 49 üzrə 8 gəlir. 57. Bizdən belə onu soruşuruq. Düzdür? Yaz. 52. soru. Oxu görün. X bərabər 3 bölünsün 10. Neçə? 3 bölünsün 10. 3 bölünsün 10. Olduqda Hə. kəsir xətti 2x bölünsün 1x çıxıl 1 çıxılsın 2x 2x bölünsün nə? 1 çıxılsın 2x Hə. məxrəcdə 1 çıxılsın mötərizədə 1 çıxılsın mötərizədə. 1 çıxılsın 2x bölünsün 2x Düz yazıram uşaqlar. Xeyr. Necədir bəs o? Orada da möhtəzənin içində Əvvəldədir. Xeyr, sonra. Hə. Kəsr xətti var. Hə, 1 kəs. çıxılsın 2x Hə. bölünsün 2x mötərizəsi mənfi 1 Sonra belədir. Düzdür. Başqa bir şey yoxdur ki. Birinci uşaqlar biz bunu sadələşdirməliyik. Sonra da x-in qiymətini gətirib yerinə qoymalıyıq. Düzdürmü? Sadələşdirək. 2x bölünsün 1 çıxılsın x. 1 çıxılsın. Uşaqlar bu mənfi 1-i ləğv eləmək üçün bu kəsir sürətinə məxrəcini edəcək, yerini dəyişəcək. O zaman olacaq burada nə? 2x burada olacaq 1 çıxılsın x. Bax buradakı mənfi 1-i ləğv edilir. Çünki a üstü mənfi 1 nəyə bərabərdir? 1 bölünsün a. Düzdürmü? Həmin şeydir də. Bu da bərabərdir. 2x bölünsün 1 çıxılsın x. İndi bunu orta məxrəcə gətirirəm. O zaman olacaq 1 çıxılsın x. Bu 1'ə vuracam, sürətdə yazacağım. 1 çıxılsın x çıxılsın nə? 2x. Bu da bərabərdir. 2x bölünsün 1 çıxılsın x. Burada da 1 çıxılsın x. Sadələşdirsək nə olacaq uşaqlar? 1 çıxılsın neçə edir? 3x. Düzdürmü? Hə? Nələr ixtisar gedir? 1 çıxılsın x-lər ixtisar gedir. Düzdür? X birdən də fərqlidir. Ayrı məsələdir. Məxrəcdə nə qaldı? 1 çıxılsın 3x. Sürətdə nə qaldı? 2x. Qiyməti də bizə verilmişdi. Necə verilmişdi? Onda 3. Gətirib x-in qiymətini yerinə qoysaq. 2 vurulsun. Onda 3. Bölünsün 1 çıxılsın. 1 çıxılsın. 3 vurulsun. Onda 3. Düzdür? Bu da bərabərdir. Sadələt. Qısar getdi. Bu neçə edir uşaqlar? 5'də neçə edir? 3. Burada olacaq 1 çıxılsın. Neçə? 10'da neçə edir? 9. Düzdür? Bu da bərabərdir. 5'də 3 bölünsün neçə? 10'da 1 edir. 10'da 1.
vurulsun nə olacaq? 1-də 10 olacaq. Düzdürmü? Bəli. Belə də bax. Vurmalıyım tərsinə. 5 ilə də 10 x var getdi. Cavab elədi neçə? 6. 6. Yazın.